Sumqayıt Dövlət Universitetinin növbəti məzunlarını böyük qürur və sevinc hissi ilə həyata yola salıb. İyunun 30-da universitetin əsas tədris binasının qarşısında keçirilən məzun günü təntənəli mərasimi ali təhsil həyatının mühüm mərhələsini uğurla başa vuran yüzlərlə gənc üçün unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə və vətən uğrunda canından keçmiş Sumqayıt Dövlət Universitetinin məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinə gül dəstələri düzərək dərin ehtiramlarını ifadə ediblər. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, ictimai xadimlər, ali təhsil müəssisələrinin nümayəndələri, universitetin professor müəllim heyəti, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli məzunları əlamətdar gün münasibətilə təbrik edərək onların həyatında yeni və məsuliyyətli bir mərhələnin başlandığını bildirib. Rektor vurğulayıb ki, universitetdə qazandıqları bilik və bacarıqlar məzunların gələcək peşə fəaliyyətində möhkəm təməl olacaq. O, gəncləri əldə etdikləri bilik və təcrübəni ölkənin inkişafına, elmə, innovasiyalara və cəmiyyətin tərəqqisinə yönəltməyə çağıraraq onların hər birinin Azərbaycan dövlətinin gələcəyinin formalaşmasında mühüm rol oynayacağını əminliyini ifadə edib. Tədbirə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov məzunları təbrik edərək onların qazandıqları uğurların həm ailələri, həm də ölkə üçün böyük sevinc və qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, dövlətin həyata keçirdiyi uğurlu təhsil siyasəti nəticəsində Azərbaycan universitetləri sürətlə inkişaf edir, gənclər üçün daha geniş imkanlar yaradılır və müasir biliklərə yiyələnmiş vətənpərvər kadrların hazırlanması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Teymur Səmədov vurğulayıb ki, Sumqayıt Dövlət Universiteti uzun illərdir ölkənin sənaye, elm, təhsil və iqtisadiyyat sahələri üçün peşəkar mütəxəssislər yetişdirərək cəmiyyətin inkişafına mühüm töhfələr verir. O, məzunlara gələcək fəaliyyətlərində məsuliyyətli, təşəbbüskar və yenilikçi olmağı, daim öz üzərlərində işləməyi, qazandıqları bilikləri ölkənin tərəqqisi naminə tətbiq etməyi tövsiyə edib. Çıxış edən natiqlər məzun gününün hər bir gəncin həyatında xüsusi əhəmiyyət daşıyan unudulmaz mərhələ olduğunu vurğulayıblar. Bildirilib ki, universitet illəri yalnız peşəkar biliklərin qazanıldığı dövr deyil, həm də şəxsiyyətin formalaşdığı, dostluqların möhkəmləndiyi və həyat dəyərlərinin müəyyənləşdiyi mühüm mərhələdir. Natiqlər məzunların ölkənin gələcəyinin qurucuları kimi böyük məsuliyyət daşıdıqlarını qeyd edərək, onların qazandıqları bilik və bacarıqlarla Azərbaycanın davamlı inkişafına, elminə, iqtisadiyyatına və ictimai həyatında mühüm töhfələr verəcəklərinə inandıqlarını bildiriblər. Rəsmi hissədən sonra məzun günü universitet tələbələrinin hazırladığı rəngarəng bədii proqramla davam edib. Musiqi nömrələri, rəqs kompozisiyaları və müxtəlif səhnəciklər tədbirə xüsusi bayram ovqatı bəxş edib, məzunların sevincini daha da artırıb. Sonda bildirilib ki, Sumqayıt Dövlət Universiteti bundan sonra da ölkənin inkişaf prioritetlərinə uyğun yüksək ixtisaslı, innovativ düşüncəli və rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyətini uğurla davam etdirəcək. Universitet növbəti məzunlarını böyük qürur və inam hissi ilə müstəqil həyata yola salaraq onların gələcək uğurlarını özünün ən böyük nailiyyətlərindən biri hesab edir. Kəmistan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.